özümü Allah'tan qorxmağa çağıram. Və elhamdülillah Allah bizə böyük bir nemət verib və o nemətin qədrini bilməliyik və əməl etməliyik. O da ki, gözəl İslam dinidir. Və İslam dinində insan ən birinci özü üzərində çalışmalı və özünü salihlərdən etməli və xeyirli insan olmağını göstərməlidir. Və ondan sonra dəvət etməlidir. Dəvət bizim dinimizdə vaciblərdən hər bir müsəlmanın üzərində. Amma gerək hər bir müsəlman bilsin ki, o dəvətdə yeri vardır, haqqı nədir? Əlbəttə, dəvət böyük bir fəzilətdir. Və dəvət sözünün mənası çağırış deməkdir. Səslə, işarələ, özvə tərəf bir nəfəri çağırmaq. Və Allaha tərəf dəvət isə, yəni insanları dəlillə, sübutla və hikmətlə, ağılla və bütünlü insanları Allaha tərəf dəvət edir. Və bu dəvət əlbəttə ki, hər zaman və hər yerdə lazımdır. Evdə, ailədə və qonşularla, kənddə, şəhərdə, hər yerdə sadəcə bunu qaydalarını bilmək lazımdır. Və əlbəttə ki, Allah Subhanahu bizi seçib və Allah Subhanahu dəvət edilməyi bizə əmr edir. O yüzden bəzən görürsən ki, bəziləri bundan müəyyən məqsədlər üçün və yaxud bilmədən və yaxud bilsə belə nasiyyətləsinə hikmətli dəvət edir. Və Rüstəm Dağ çağırır, sahabələrdən birisi gedir, Rəbi'i radiyallahu anhu və soruşur ki, siz nəyə çağırır? Nəyə çağırır? Ne üçün? Nədir sizə gələn? Siz onu dəvət edirsiniz. Biz insanlara, qullara ibadət etməkdən. Onları yaradan, qulları yaradan Rəbbinə tərəf çağırır. İnsanları Allah'tan qeyr ibadət etməkdən və onları yaradan Rəbbilərlə doğru dəvət edir. Dünyanın sıxlığından, kəşməkeşindən, narahatlığından, qənc sıxıntısından genişliyə, bu dünyanın genişliyinə, ahirətin genişliyinə, ahirətə dəvət edir. Və bizim insanları azgın dinləri, insanların, malın, əqidəsin aldıra, almaq və onları insana uyğun olmayan yollara dəvət etməklə doğru dinə, İslam'a tərəf dəvət edir. Və dəvətin ən gözəl sözlərindən birisidir. Rəbi'i radiyallahu anhu görüşdə Kisra'nın uşaqlarından olur və o bunu çatdırır. Və əlbəttə ki, dəvət etmək lazımdır. Dəvətin qayəsi belə bir məsələ lazımdır. Kuntum xeyrə ümmətin uxricət linnəsi tə'muruna bil-ma'rufi və tənhavna anil-munkar və tu'minuna billah. Əl-İmran 110-cu ayədə Allah s.ə.v. buyurur. Siz insanların içərisindən seçilmiş bir ümmətdir ki, siz insanlara yaxşı işləri əmr edirsiniz və pis işlərdən çəkindirirsiniz və Allaha iman edirsiniz. Deməli, bu ümmətin xeyirli olması nədir? Xeyirli ümmətin. Səbəb nədir? Bu xuricət dinlərdir. Yəni, insanlar içərisindən seçilir. Nəyə görə? Tə'muruna bil-ma'ruf və
yaxşı işləri əmr edib, pis işlərdən çəkir. Dedik ki, insan gerək özü yaxşı işlər edənlərdən olsun və pis işlərdən çəkilən olsun. Birinci özü. Ondan sonra başqasına nə eləməlidir? Dəvət eləməli. Əlbəttə ki, Allaha iman gətirməli. Özü, dürüst, Allaha iman gətirənlərdən olmalı birincisi. Həmən salihlərdən olmalı. وَمَنْ أَحْسَنُ قَوْلًا دَعَا إِلَى اللّٰهِ وَعَمِلَ صَالِحًا وَقَالَ إِنَّنِي مِنَ الْمُسْلِمِينَ Allaha tərəf insanları Allaha tərəf dəvət edir və mən müsəlmanlarla deyən sözdən ən gözəl söz nə ola bilər? Yəni, insanları Allaha tərəf çağırmaq, mənə xeyir və müsəlmanlardan olmaq xeyirdir. Və bu cürünü Allah s.ə.v. dəvətin fəzilətindən bizə xəbər verir. Xüsusiyyət 30-cu ayət edir. قُلْ هَذِهِ سَبِيلِي أَدْعُو إِلَى اللّٰهِ عَلَى بَصِيرَةٍ أَنَا وَمَنِ اتَّبَعَنِي Allah s.ə.v. Yusuf surəsi 108-ci ayətdə buyurur. Deyir, bu mənim yolumdur. Və mənim ardımca gələnlər Allaha dəvət edirik elmlə, hikmətlə Allaha dəvət edirik. Yəni, bu onların yollarıdır, Peyğəmbərlərin dəvətin yoludur. İnsanları elmlə, hikmətlə dəvət eləmək, tohidə, doğrular mümkünlüyə. Bu Əsr surəsində Allah s.ə.v. buyurur. Hamınız bilirsiniz bu surəni. Hamısı bilir ki, elhamdülillah, bütün insanlar şəxslərə içindədir. Təkcə iman gətirir, yaxşı işlər görür. Mən iman gətirmək, sonra lazım onun imanı gətirməsinin kamil olması üçün əməl edir. Onların da yaxşılığı olması üçün haqqı və səbiri tövsiyə edir. Tövsiyə dəvət edir. Haqqa tərəf, səbrə tərəf nə edirsən? İnsanları dəvət edir. Yəni, dəvət bu cürünün gözəl bir əmrdir. Həm də məsuliyyətdir. Allah s.ə.v. sənə hidayət verirsə və iman gətirəndən sonra, yaxşı işlər görəndən sonra sənə əmr edir ki, sən də nə eləməlisən? Dəvət eləməlisən. Və sənin dəvətin necə olmalıdır? Bax, əsas məsələ burada bilir. Nə üçün? Ona görə ki, dəvətçilər birincisi necə olmalıdır? Dəvətçilər əxlaqları olmalıdır, yəni əməlləri olmalıdır və əsas da ilimləri olmalıdır. Birinci, dəvətçinin ən birinci ilmi olmalıdır. Ondan sonra əməl eləməlidir, ondan sonra dəvət eləməlidir. Deməli, bunlar şərtləri var və hər bir şeyin qaydaları var. Və bu qaydalar olmayanda onda dəvət də bərbad vəziyyətdə olur. Və dəvətin qayəti var. Yəni, insanları Allaha tərəf dəvət edir. İnsanları zülmətdən nurdan çıxarmaq üçün dəvət edir. Qayəsi budur. Və insanları bu dünyada, ahirətdə gözəl yaşamağa dəvət edir. Bu dünyanı yaxşı yaşamalısın, imanla yaşamalısın. Və həqiqətdə ki, insan etki əməllərə görə bu dünyada da cəza var, ahirətdir. Həm də etki əməllərə görə ahirətdir, daha da edir. Və həmçinin dəvətin qayəsi bəzən görürsən ki, dəyişiklik, xəncələr var. Artıq dəvətin qayəsi onun üçün hansısa bir partiya qurmaq üçün olur, hansısa bir mərtəbə çatmaq üçün olur və yaxud dünya qazanmaq üçün olur. Yəni, bunlar nədir? Olmaz. Bu dəvət deyil. Bu dəvət deyil. Və yaxud da kiməsə qarşı cəmaatı qaldırmaq və yaxud da ki, kimlərsə xüsusa qalmaq. Bunlar dəvət deyil. Dəvət insanları, necə ki,
Rəbi'i radiyallahu ta'ala anh sahabə, gözəl sahabə ne bir gözəl bir qardaş biz insanları yani biz qullara ibadət etməkdən qullara ibadət etməkdən onları yaradan Rəblərinə tərəf qulları yaradanına dəvət edilməyə gəlir. Allah'tan xeyr etmək, ibadət etməkdən, onlardan çıxarmaq. Və dünyanın tutuldu, dünya insanı tutur, günahlar, haramlar. Baxın görək, insanı hara aparır, eşkilər, əməllər, harama, fitnəyə, səsədə, ona görə hamısı sıxıntı içində olur, daima sıxıntı içində olur. Xoşbəxt heç vaxt ola bilməz başa, heç vaxt. Əgər onun qəlbində iman, ahirətə, Allaha və qiyamət gününə və əməl yoxsa bu adam heç vaxt xoşbəxt ola bilir. Dünyada verəcəm də. Xoşbəxt o kəsdir ki, bu dünyada o neymət var, ahirətdə də cənnətə gidir və Allah Təala'nın üzünü götürür. Bunlar xoşbəxt insanlar. Baxmayaraq ki, müəyyən bir ehtiyaclarını ödəyə bilirsə, xoşbəxtdir. Və həmçinin deməli, dəvətin qayəsi olmalı. Və həmçinin dəlillər. Məsələn, dedik ki, dəvət dəlil və sübutla olmalı. Dəlil də Quran və sünnə olmalı. Quran və sünnə. Və onun ətrafında icma edən, icmana, yəni sahabələrdir. Onların anlayışına, bunları anlamaq və dəvət. Yaxşı, hər bir dəlil, hər yerdə dəlil sayıla bilərmi? Yox. Yəni, hər bir dəlilin yeri var və hər bir dəlilin öz məqsədi var və o məqsədi başa düşmək sələf-i salihin yolunu görür. Onları anlayır. Aydındır. Və bu cürünü deməli, mən dəlilləri yerli-yerində qoymalısın. Və əgərləri, dəlilləri yerli-yerində qoyasılmasa, onlar olur, ixtilaf düşür, ara qarışır və nə olur? Arada problemlər yarar. Və həmçinin insanları doğru yola dəvət edəməkdir. Bidətə yox. Yəni, insanları doğru, düzgün başa salmaq. Yəni, öz məqsədinlə, öz istəyinlə yox. Yəni, insanları Allah və Rasulunun buyurduğu kimi doğru yola yönəltsin. Bu da fayda verir. Əgər insanları doğru yola yönəltsən, əlbəttə ki, qardaşlıq, mehribanlıq və bir-birini anlamaq bu dünyada xoşbəxtlik olur. Yəni də ahirətdə. Yəni, dəvətin böyük bir nəticəsi var. Həmçinin dəvətə birinci başlayanda gerək əsas qaydalardan başlayacaq. Yəni, xırda məsələlərdən. Məsələn, birinci məsələn, o gedib 100-cü məsələdən başlamamaq. Hələ birincidən başlamaq. Bir düzgün yəni. Onları yeni qarışdıranda, onda problem yarar. Həm də dediyimiz kimi dəvət edən adamlar da gerək öz yeridir. Və dəvət edən adamlar da baxsın görə ki, onun elmi çatırmı bu məsələyə qarşı. Və bu günlər bizdə, müsəlman ölkələrində nəyə görə istilaflar var? Ona görə ki, kim nəyə gəldi dəvət edir? Kim nə cür gəldi dəvət edir? Və bunda istilaf yaratır, qarşıdurma yaratır. Yəni, Quran bir dənədir. Rəbbimiz də bir dənədir, Peyğəmbərimiz də bir dənədir. Başqası var? Yox. Bəs nə üçün bunlar mütəfərriqdir, yəni çoxdur, yayılır, müxtəlif məzhəblər, təriqətlər. Nə üçün? Ona görə ki, düzgün əməl olunmur, düzgün dəvət olunmur və düzgün də əməl olunmur. Düzgün dəvət olunmayan yerdə, əsas ki, düzgün əməl olunmur. Və bu da fəsad verir və gördüyünüz kimi müsəlman ölkələri nə qədər əziyyətlər çəkir ona görə. Və ona görə də deməli, hər bir şeyi qaydalarla başlamalı. Və həmçinin məsələləri asanlaşdırmalısan, çətinləşdirməməlisən. Asanlaşdırmalısan, çətinləşdirməməlisən.
yəni çətinləşdirmək fayda verir. Yəni bu o demək deyil ki, insanlara deyirsən ki, hə, məsələn, namaz qılmasan da var. Öyle şey yok, Allah Teala verdiği için namaz qılmalıdır. Amma onu gözəl hikmətlə, gözəl dəvətlə eləməlidir. Məsələn, yəni çalışırsan ki, ən asandır götürəksən məsələdir. Və Ayşə rəziyallahu anhadan verəndəlikdə Səbəb bir Rasulullah sallallahu aleyhi ve sellem həmişə ən asanını götürərdi. Hansı asanlıqda onu götürərdi, ancaq buna müxalif olmamaq şərt. O şey ki, Allah'ın bu onun Peygamberinin dediğine açık söyleyip, onda ne geldi? Ən asanlığı götürərdi. Həmçinin özümüzü və o dəvət edildiğin adamları tərbiyələndirmək, niyyətin olmalı, tərbiyələndirmək, yaxşı eləmək, İslam etmək və onların əyiblərini açmaq və onlara qarşı pis cəhsizliklə, yəni ki, onları açıq, əyiblərini açmaq olmaq. Yəni, əksinə, nə eləməksə, tərbiyə eləməyə çalışmaq və ispat eləməyə çalışmaq. Və həmçinin deməli, dəvət edən adam nümunəli olmaq əməlində. Və Resulullah sallallahu aleyhi ve sellem buyurur ki, kim sizdən bir pis iş görərsə, onu əli ilə deysin. Və onu bacarmasa, onda dili ilə deysin. Və onu da bacarmasa, ondan uzaqlaşsın. Bu da imanın, ona qəlbin əlyanı, nüzət eləsin. Və bu da imanın ən zəifidir. Bu da imanın neyidir? Ən zəifidir. Və bu da demək deyil ki, hər bir insan əllə münkəri, yəni sizi göstərirlər. Yəni, yox, görürsən, orada, məsələn, xərkətin öz yeri var. Öz yeri var. Hər bir kəs dəlili başa düşməyə də var. İslam'a nəsə kəsilmək olmaz. Yəni, dəlilləri insanlar özləri istədiyi kimi başa düşəndə, onu itilaf istəyir. Udur ilə səbilə Rabbikə bil hikməti və mağlubəti həsənəti. Və cədilhum billəti hiyə əhsən. İnne Rabbikə və ələm bilmən və ələm səbilə və ələm bilmən. Əl-Nəhl 25-ci ayədə Allah Subhanahu taala verir ki, Allahın yoluna insanları Allahın yoluna hizmətlə və mütəbər dəlillərlə, sübutlarla dəvət edər. Yəni, ağılla, elmlə, gözəl şəkildə insanları dəvət edər Rəbbinə tərəf. Allah Teala kimin dalalətdə olduğunu və kimin də doğru olduğunu Allah Teala bilir. Yəni, sən dəvət edər. Allah Subhanahu taala hər sizin altında edəcək. Səndən dəvət eləmək, tapdırmaq, bizdən hesaba çəkmək. Və bu cümlənin sevgili qardaşlar, gəlir insan nələrə qarışmır. Və bu cümlə dəvətin düzgün qurulmayan da ixtilaflara səbəb olur ki, Allah qarşı ondan olsun. العالمين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين نبينا محمد وعلى آله وصحبه أجمعين وبعد. Həmçinin sevgili qardaşlar, dəvət var ki, qaydalar var. Dediyimiz kimi hər bir şey qaydaların üzərindədir. Haram var. Yəni onu eləmək qadağanlıq əti. Və onu eləyərsənsə, günah qadağanlarsan. Vacib var. Yəni onu eləmək vacibdir. Onu eləsən, savab qadağansan. Və sünnə var. Səndən satsan yolu və onu eləsən, savab qazansan və məkruh var, bəyənilmir, yaxşı baxımlı o işə və müstəhab var, bəyənilər. Bu qaydalar var. Və dəvət elədiyin var, elə vaxt olur ki, dəvət eləmək həmin yerdə haram olur. Sən əgər dəvət eləsən, həmin yerdə tanışsın, daha da fəsad olacaq, məsələn, yaxud kimizə anlamadan, məsələn, Qurana qarşı, Allaha qarşı köklü sözlər istəsən, görürsən ki, bu adam onu yeri deyil. Hələ mən dilim var, danışmaqla deyil, dili qoruyub saxlamaq var. İnsanlar dillərinə görə cəhənnəm olsa düşürlər. Ona görə dili də dil saxlamaq var. Bəzi yer var ki, vacibdir dəvət edir. Görürsən ki, məsələn, orada ehtiyac var sənə, o dəvətə və lazımdır, sən başarılırsan, bu xeyrə fərqləyirsən və 100% əmin olmalısın ki, sən bu xeyrə fərqləyirsən. Onda sən dəvət eləmək sənə də vacibdir. Və sünnədir, yəni eləsən daha yaxşıdır.
deyib onu edirsən, düşünməyə əməl və dəvət edirsən və bəzi yerlər məşhur səni bəyənirmi? Sən onu danışmağını dəvət etməyi bəyənirmi? Sən gəlirsən daha yaxşıdır və bəyənilir, yəni müstahabdır, tamam. Orada istəsən dəvət edərsən, istəsən dəvət edəməzsən, eləsən də eləməsən də bir şey yoxdur. Və ona görə də sevimli qardaşlar, yəni istilaflar düşür, ona görə ki, dəvət nə olur? Düzgün qurulur. Düzgün qurulanda bunlar nə olur? Hər şey yerində olur, yaxşı olur. Ona görə Allah s.ə.v. istəyirəm ki, Allah s.ə.v. olsun, bizə anlamalı, Allah s.ə.v. bizə doğru düzgünlüyünü öyrətsin, Allah s.ə.v. bizi anlamalı üçün də eləsin. Allah s.ə.v. ölkəmizi yadlarının, düşmanlarından qorusun, bütün müsəlman ölkələrini Allah s.ə.v. qorusun, Allah s.ə.v. xəstələnmiş şəfa versin, Allah s.ə.v. sıkıntıda olan müsəlmanlara kömək olsun. Allah s.ə.v. sənədimizi qoruyan Allah'ımızı qorusun. Sənədimiz olsun daima nəzəri. Allah s.ə.v. bizi Allah'ımızı qaytarmalı kömək olsun. Allah xeyir şəfləri açsın. Bizi tanrından, xəstəliklərdən, bəlalardan qorusun. Allah s.ə.v. bizim günahlarımızı bağışlasın. Allah s.ə.v. eşidən, bilən, görən və bu Allah'a qəbul edəndir. İnnəllah yəmur bil adl və ihsan və وينهى عن الفحشاء والمنكر والبغي يعظكم لعلكم تذكرون. فاذكروا الله يذكركم وادعوه يستجب لكم واشكروا على نعمه